Alış sənədində əlaqəli sənədlər, modifikasiyalar və əlavə xərc. Əlaqəli sənədlər. Hər bir alış sənədinin içində əlaqəli sənədlər bölməsi mövcuddur. Bu bölmədə alışla bağlı aşağıdakı sənədlər avtomatik əks olunur. Ödəniş sənədləri. Alış zamanı edilmiş ödənişlər göstərilir. Qaytarma sənədləri. Əgər alınan məhsulun qaytarılması baş veribsə, qaytarma bu bölmədə göstərilir. Sifariş. Alışdan öncə sifariş sənədi yaradıb, sifarişin əsasında alış yaradılanda sifariş olunduğu göstərilir. Bu bölmədən əlaqəli sənədləri birbaşa açmaq, düzəliş etmək və nəzarət etmək mümkündür. Alış sənədində modifikasiya. Alış sənədində də modifikasiya funksiyası mövcuddur. Məntiqi məhsulun kartındakı modifikasiya ilə eynidir. İstənilən sayda əlavə sahə yaradıla bilər. Məsələn, təchizat növü, sənədin mənbəyi, gömrük sənədi nömrəsi və s. Bu sahələrə daxil edilən məlumatlar filtrdə axtarış və hesabatlarda təsnifat üçün istifadə oluna bilər. Əlavə xərc və maya dəyərinə təsiri. Alış sənədində əlavə xərc sahəsi xüsusi rol oynayır. Bu xərclər alış sənədinin məbləğinə təsir etmir, ancaq maya dəyərini artırır. Bu nə üçündür? Əgər biz məhsulu 10 manata almışıq, amma gömrük rüsumu, nəqliyyat, sığorta və digər əlavə xərclər olaraq 5 manat təşkil edibsə, onda sistem borcu 10 manat olaraq saxlayır. Çünki tədarükçüyə 10 manat ödənilir. Amma maya dəyəri 15 manat olaraq hesablanır. Çünki əlavə xərc var. Alış sənədində göstərilən ambar qalığı bölməsi məhsulu aldığımız tarixdəki real qalıq miqdarını göstərir. Nəticə: satış zamanı mənfəət düzgün hesablanır. Çünki maya dəyəri real xərclərlə birlikdə formalaşır. Maliyyə borcu real qalır. Yalnız tədarükçüyə olan borc. Əlavə xərclər isə ayrıca maliyyə xərc kimi hesabatlarda izlənə bilir.